Hoş gördük dostlar, sizi kanalımda hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bu günləri Dünya Çempionatının Avropa seçmə mərhələsinin oyunlarıdır. Milli komandamızın oyundayıq bu günləri. Azərbaycan millisi Ukrayna ilə. Ukraynada müharibə getdiyinə görə, döyüşlər getdiyinə görə Ukrayna ev oyunlarını Polşada oynayır. Bu günləri Ukrayna ev sahibliyi Polşa edir. Neçə illəri klublarına da, millisinə də. Milli komandamıza uğurlar arzulayaq. İnşallah qələbə qazanar. Bakıdakı oyun 1-1 olmuştu. Normal oyun oynamıştı. Bir dəfə oyun oynamıştı Azərbaycan, amma yenə də bir xal almıştı. İnşallah burada da en azından bir xal qazanacağını düşünək. Fransa ilə oyunda gördük, tam müdafiə oyunu oynadılar. Yəni bir oyun değildi Azərbaycanın oyunu. Yəni Fransaya qarşı Fransa çox güclü idi, amma yenə də 3-0 məğlub olduq. İnşallah Ukrayna oyunda bir xal qazanırıq. En azından bir yaxşı oyun göstərərik. Bu dəfə məncə tam müdafiə, biraz da müdafiə oyun seçib yenə Azərbaycan baş məşqçisi. Müdafiə oyunu oynayacaqlar, amma belə müdafiə oyunundan bir şey qazana bilməyəcəyik. Futbol olmadığı üçün ölkəmizdə məcburan müdafiə futbol oynayırıq. Nəyə görə? Çünki oynadığımız bir oyun yoxdur. 5 müdafiəçi ilə oynayır Azərbaycan bu dəqiqə. 5 müdafiəçi, 4 yarım müdafiə, bir hücumçu ilə. Valla konkret gəliblər, çəpər qurublar ki, ancaq top qaytarsınlar. İnşallah nə bilim, fərqli bir oyun olar, fərqli bir oyun görər Azərbaycandan. Bir xal qazanar inşallah ki, maraqlı oyun olar. Azərbaycanın xal qazanmağı, qələbə qazanmağı biz də sevindirir. Yəni yaxşı futbol oynamağı hansı qonşularımızdan əksik, Gürcüstanı olsun və yaxud da obrisi adını çəkmək istəyirəm, obrisi ölkəsi olsun, Özbəkistanı olsun. Özbəkistan dünya çempionata gedir, biz hələ yerimizdə sayırıq. Danışıq deyiləcək çox söz var, amma adam danışmaq istəmir. İnşallah yaxşı oynar, oyun başlayır, keçək oyuna görə necə olacaq oyun. Qaşan pas, vur, keç qapısını. Vur da bunu da, Neriman sənin ayaqlanma, vur da bunu da. Bu necə topa vurmaqdır ya. Yemir gəlib elə bir bura, vur bu topu, vur geçsin girsin qola da. Bля. Qapısıyla Özbək vura bilmədi onu ya, bir dənə sola çəkib də vura bilərdi onu rahatı. Offside da yoxdur, bura bax. Qaşan pas verdi, bura bax sənə, necə vura bilmədi ya. Bля. Biraz möhkəm vur bunu da. Yaxşı. Ver pası. Qaşan. Böyle zor olardı vursaydı ya. Oy bля. Koyma. Vay bля. Ne zarbəydi ya. Direkten döndüm. Böyle bu yatdılar, bax, yaxşı başladılar. Mən yəni gözləmirdim həqiqətən. Milli komanda yaxşı başladı. Amma nə zərbə vurmuşdu ya, direkdən döndü. Yaxşı başlamışdı, amma sonra da tam oturdular. Yəni bir dəfə çıxardı Ayxan Abbasov millini. Bu məlum məsələdir, amma baxmıyorum. Burada əlinə də dəymişdi, bax hələ. Amma ki oturdular müdafiə təmiz. Ukrayna belə yazıb vuracaq da o. Tam oturmaq da lazım deyil də. Valla yaxşı başlamışlar, yaxşı oynadılar. Hücum da elədilər. Hücuma da çıxa bilirdilər, amma tam müdafiə oturanda Ukraynanın oyunçuları hansı klublarda oynayır? Ukrayna oyunçuları çox güclü oyunçulardır. Ona da tam müdafiə oturmaq lazım deyil də. Pres oynamaq lazımdır. Yaxşı başlamışlar, preslə başlamışlar. Oturdular. Ukrayna çox təhlükəli gəlir. İnşallah buradan bir xal alarıq. Ben belə oynasam fikrimcə gol da vuracaq. Burası biraz diqqətli olmaq lazımdır hücumlarda. Bir 0. Ukrayna 1, Azərbaycan 0. Müdafiəmiz yatıb, müdafiəmiz bax. Standart vəziyyətlərdən 4 tane standart vəziyyət olub şeydə Ukraynada. 2 dəfə küncdən, 2 dəfə də belə. 4-ündə də təhlükə olub, 4-ündə də. Hava toplarında 0 olub. 0. Birinci kornerdən Şahrutin qaytardı, onlardan qayıtdı, gəldi şeydən
yuxarı direkdən qayıtdı. İkincidə müdafiənin yenə səhvindən qayıtdı. Onlar vurdular. Müdafiə dəydi qayıtdı. 2 dəfə də cərimə zərbəsindən təhlükə oldu. Birində də qol oldu. Yatıb müdafiə. Müdafiə yoxdur. 5 nəfər qoyub sonra 5-i də bir-birinə dəymir. Necə oyunçular bu oyunçu topu başıyla qabağına ata bilmir. Belə müdafiə oturanda belə olacaq. Ancaq Ukrayna oynayır ha. Gəl. Ya. Ver də. Düz ayağa pas ata bilmirlər. Düz ayağa pas ata bilmirlər. Ulan nə tər oyuncuları mənim başım çıxmıyor. Vallahi Qarabağdakı oyuncuları yəni ancaq şeylər oynar. Əcnəbi oyuncular oynar. Legionerlər oynar. Qarabağın şeydir, Azərbaycanlı oyuncuları. Millidə oynayırlar da bir-birlərinə. Düz pas ata bilmirlər bir-birlərinə. Gel oyna adam kimi. Vurma. Ver de boştu burada. Bırak da topu da. Ay bırak da. Ay sen zibilə qalasan. Bırak top geçsin ona da. Boşlat da onu. Bırak o topu da. Ne bağışla. Bırak geçsin top da. Ay seni. Bırakmadı topu ya. Sen ne idi demez zatman əhlat olmasın. Bırakmadı topu. Gedirdi sağda boş kalmıştı. Topu saxladı, götürdü, saxladı ayağı ilə verdi onları. Belə nə Mongol oyunçudular bunlar ha. Gəlirlər, axırda zibilini çıxardılar da. Ver. Keçdilər. Abi sən nə çıxmısan oradan? Qapıçı sen ne işin var axı orada? Qapıçının ixtiyarı yoxdur axı çıxma. Kapitan deyilsənsə sən niyə çıxmırsan öz xəttindən çölə? Ay bunlar nə tərabə. Sən nəyə getmirsən orada? Orada kapitan var, orada oyuncular var, gedib danışacaq. Sən kimsən gedib burada oyunçuyla danışsan axı? Öz yerindən çıxmırsan. Şahrudin rədd oldu öz yeri var kişi. Bak, bir sarı kart da var dedi, bir tane de vardı. Onsuz normal bir kapıçımız yoktu. Bak hala kırmızı da olabilir. Bu təpiyi kaldırıp oyunçunun başına. O biri şeyden görsət də, o biri epizodu görsət də, başka rakustan görsət. Gözü elə varda baxırlar, gözdə görən nə deyəcək, bir tane kırmızı. Qulağası. Qulağası 45 artı 2. 45 plus 2. dəqiqə. Orada Ukraynalı oyuncu ayağın biraz çox kaldırdı başa. Sarı kart verdi. İndi varda baxırlar. Kırmızı da olabilir ama o biri başka epizodlardan, başka yerlerden görsətmir. Yoxdur heç nə. Kırmızı vermədi. Vermədi. Burası başka görsətsəydi başka epizod şeylerden, kameralardan baxardı görə bu başına necə qaldırıb, dəydi başına, dəymədi başına. Sarı verdi, kırmızı vermədi. Bitir də dayı, bu bitir. 2 dəqiqə qurtardı da dayı, bitir bu ikinci səni. Getdin. Sen adam kimi oynayırsan, and verirəm Allaha. And verirəm, vur, gol! 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 Kim vurdu? Kim vurdu? 1-1. Ukrayna 1, Azerbaycan 1. Taşan! Gol! Axudzada kim vurdu ya bu? Yoxlanılır. Offside olmaz inşallah. İnşallah offside yoktu. İnşallah offside yoktu. Yani görsət də. Burada uzun pas. Offside yoktu. Buradaki pozu. Buradaki pozu offside. Burada yoktu offside. Obrusunda belki olabilir.
Bu verdi. Offside yoxdur. Offside yoxdur, offside yoxdur. Mən gördüyüm qədərlə offside yoxdur. 1-1. 1-1. 1-1. Offside yoxdur. Offside yoxdur. Nəriman vurdu. Nəriman Axundzadə. Offside yoxdur axı. Da yoxla qutarda da. Offside. Nə çox çəkdi axı ha bu. Gol. 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 Offside yoxdur. Ukraynalı oyunçu bu tərəfdən pozurdu. Bu tərəfdən pozurdu Ukraynalı. Qəşən 1-1. Qutarda birinci hissə qutar. Qəşən birinci hissə qutardı. Birinci hissə Ukrayna 1, Azərbaycan 1. Yaxşı başlamışıq birinci hissə. Əvvəlinə yaxşı başlamışıq. Sonradan Ukrayna tək qapı oynadı. Nəyə görə? Çünki Azərbaycan 5 müdafiəçi ilə oynayır, müdafiə oyunu oynayır. Amma Ukraynada baxma, arxada boşluqlar buraxırdı ara sıra. Vurdular, standart zərbədən vurdular 1-0. Sonraki epizodlarda orada qırmızı kart vardı, yoxdu, onu bilmədi. Normal bir şeydən, kameradan göstərmək ki, görə orada qırmızı vardı, yoxdu. Sarı kart verdi hakim. Onun sarı kartdan sonra oyun başladı, kontra atak, bir dənə qəşəng gol, 1-1, bir dənə də vuracaq Azərbaycan. Birinci hissə qutardı, ikinci hissədə görüşək dostlar. Allah. Offside yoxdur burada. 2-1. Offside yoxdur burada. Offside vardı axı. Yatmışsınız yenə də. İkinci hissə Ukrayna yaxşı başladı. Birinci hissəyə də yaxşı başlamışdı. İkinci hissənin də əvvəllərində Ukrayna yaxşı başladı oyuna. Yenə də arda-arda hücumlar. Milli komanda yenə də oturdu müdafiəyə. Axırı da bu. Müdafiəyə oturanda da ki, nə qədər müdafiə ola biləcəksən sən Ukraynaya qarşı. Ukrayna sizcə Ukrayna belə normal, yaxşı belə güclü oyun göstərmir. Burada baxaq. Nə offside? Offside var burada. Offside yoxdur. 2-1. Ukrayna 2, Azərbaycan 1. Belə adam əsəbləşir adam. Yatıb müdafiə. Elvinin cinahından çox gəldi. Elvin Cəfərquliyevdir şimdi. Elvin adı. Elvindir də o. Onun cinahından çox gəlirlər. Ancaq onun cinahından hücum edirlər. Birinci qolu söz yox. Bu cinahdan vurdular, amma ikinci qolu onun cinahından vurdular. Amma onun cinahından çox gəlirlər. Çox təhlükə yaradırlar. Gəl çıxdınız da, çıxdınız. Koyma. 3-1. Ay dədəvəm. Yaxşı oynamışdınız abi. Neçə dəqiqədə Azərbaycan milli komandamız yaxşı oynayır. Offside yox vermədi, offside yoxdur. Bayraq qaldırmadı. 5-6 dəqiqədə Azərbaycan milli komandası sıxır da, millimiz sıxıbdır ki, Ukraynanın tək qapı oynayırdılar. Burası zərbə vura bilmirdilər qapıya. Yaxşı paslaşmalar verdilər, amma arxa 2-1'dir, Ukrayna çox gəlmir hücuma. Biraz boşluq tapdı, gəldi və burada offside, Elvin pozdu offside. Offside ola bilər amma. Ola bilər amma. Olmasa da 3-1'dir. Baxırlar, yoxlayırlar qolu görərlər. Amma yaxşı oyun oynayır Azərbaycan, həqiqətən. Məncə nəsə olacaq. Görək nə deyəcək. Yoxla qutarda da. ...90 dəqiqə bitir. 2-1. Sən nə işin var axı?
Bu şeyin qanunları var da, FIFA'nın, UEFA'nın qanunları var da. Hakimlə ancaq kim danışa bilər? Kapitanlar. Qapıçı da çıxa bilməz yerindən. Ancaq kapitanlar danışa bilər. Başqa bir oyuncu danışdı, sarı kartdır. Burada vermə adamın mahrəsə. Ne oldu dayı bu? Ne oldu? Qayda pozuntusu da ola bilər ha. Burada mı offside'a baxılır? Offside. Qayda pozuntusunu göstərir ki, Azərbaycan milli komandaya qarşı burada elən qayda pozuntularını heç birini göstər, bir dəfə göstərdi, vəsə. Başqa kameralardan göstərmir. Heç Xaybullayevin yıxıldığı episod da göstərmədi. Heç bir dəfə də göstərmədi. Nə qədər əlavə elədi? 90 dəqiqə qurtardı. Var. Aha. Ne vara neye gedir? Şeye göre kırmızı kart. Xaybullayevin episoduna gelir ancak. Burada kırmızı karta göre. Ya da şey ləğv eləyəcək, qolu ləğv eləyəcək. Burada ayağa. Ayağa. Arxadan dabanla. Şöyle ləğv olacaq. Qayda pozisyon. Gol yoxdur. Şöyle. Qaydanı pozdu orada, hakem saxlamadı. Davamında gol oldu. Ona görə də ki gol. Qırmızı da ola bilərdi məncə bu. Görün nə idi? Biz kart da vermədi. Yaxşıdır. Qayda pozuntusunu saxladı orada, cərimə zərbəsi. Emin bir dənə buradan aşırt da. Emin Mahmudov. Nə qədər artırdı? Heç görsətmir, nə qədər artırdı.